Hər kəsə salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Bu aralar kuxnadan çıxa bilmirəm. Məni kim harda itirdi, gəlib kuxnada tapacaq. Yaydı artıq, gün uzundur. Bütün gün uşaqlar demək olar ki, nəsə yeyirlər, nəsə istəyirlər. Mən də maksimum çalışıram ki, istədiklərini bişirim. Qışda belə olmur. Qışda yeməyimizi yeyirik, çayımızı içirik və kuxna ilə işimizi bitiririk. Mən elə uşaq vaxtı eşidirdim ki, həmişə deyirdilər ki, yaydı, hava istidir, adam yemək istəmir. Adamın iştahası yoxdur, amma mən elə özümü bildim biləli. Həmişə yayda əksinə iştahım daha çox artır, daha çox yemək istəyirəm. İndi uşaqlarım da mənə oxşuyublar. Yəni yaydı, ay iştahım kəsilsin söhbəti bizdə yoxdur. Ona görə də bu aralar məni mətbəxdə tez-tez görəcəksiniz. Hazırladığım bu bilinciklərin reseptini də aşağıda açıqlamalar bölməsində qeyd edəcəm. Keçid edib istəyən olsa oradan baxa bilər. Mən həmişə bilincik bişirəndə bir neçə xanım yazır ki, resepti deyin, resepti paylaşın. Ona görə burada qeyd edəcəm. Həm də ki, belə gözünüzdə görür, əyani şəkildə də görmüş olursunuz. Sizə belə bir əhvalatımı danışım, bilinciklə bağlı elə təzəlikcə olub. Deməli, uşaqlarla ailəvi getmişik marketə. Uşaqlarla marketə getməyin özü də bir başqa aləmdir. Həm orada onlara nəzarət elə, həm alış-veriş eləməyə çalış, bazarlığı eləməyə çalış. Yəni onsuz da aləm deyir bir-birinə. Uzun sözün qısası, güclə bazarlığımızı eləmişik, gəlmişik, çatmışıq kassaya. Elə kassadan təzə keçirdik ki, bir də gördüm ki, telefonuma zəng gəlir. Baxıram ki, atam zəng edir. Mən də biraz narahat oldum ki, necə papa bu vaxtı zəng vurur və papa zəng vuranda da götürməsək çox əsəbləşir. Ümumiyyətlə gec götürəndə də əsəbləşir ki, mən yığıram, bəs sən niyə telefonu götürmürsən? Elə telefonu götürüb alo demişdim ki, papam dedi ki, bəs sən niyə telefona baxmırsan, sənə mesaj yazırlar, niyə cavab vermirsən? Elə məni biraz danlayandan sonra dedi ki, telefonu verirəm mamaya, sənə sözü var. Mən də bu arada başa salmağa çalışıram ki, bəs uşaqlarlanıq, marketdəyik, kassadayıq, aləmdəyik bir-birinə, səs-küy hərə bir tərəfə qaçır. Ona görə də telefona baxa bilməmişəm. Elə bu vaxtda mama telefonu götürüb ki, Günka bilirəm başın qarışıqdır, ancaq mənə bilincik reseptini tez de. Təbii ki, o xaosda resept falan yadıma düşmədi. Dedim, amma bir dənə əlim boşalsın, sənə resepti yazacağam. İş burasındadır ki, mən bu resepti bilmirəm ki, neçə dəfələr də daha doğrusu mama gilə atmışam. Hər dəfə bişirəndə də qayıdıb həmin reseptə baxmırlar və məndən təkrar soruşurlar. Xüsusən də elə öz anam gilə görə də bu bilincikin reseptini açıqlamalar bölməsində qeyd edəcəm. Siz də hazırlayın. İnanın ki, çox dadlı bilinciklər alınır, qəşəng, zərif. Mənim tavam böyükdür deyə dənə olaraq az çıxır, ancaq çox dadlı olur. Cırılmırlar qəti surətdə. Yəni bükəndə cırılmırlar. Bişirəndə həmişə birinci və ikinci bilinciklər biraz yaxşı çıxmır, cırılır. Amma sonrakılar artıq tava ki tam qızır, adamın əli öyrəşir bişirməyə. Sonrakılar daha səliqəli alınır. Elə bişirdikcə uşaqlar da bir tərəfdən yeyirdilər deyə mənim bilinciklərim az çıxdı. Ancaq bu reseptlə hardasa 18-20 dənə böyük bilinciklər çıxır. Tavanız balacadırsa, təbii ki, daha çox bilincik çıxarda bilərsiniz. Bu ay mənim qızımın doğum günüdür. Yəqin ki, bundan sonraki vlog doğum gününə aid olacaq. Amma burada biraz qabaqdan hazırlıqlarını paylaşmışam sizinlə. Burada da getdik. Tortunun üstünə şəkillərdir, paylama konfetlərinin kağızlarıdır. Onların hamısını çıxartdıq. O bilmirəm, xaladenyaya qoymağa buzdur, yoxsa yaraların üstünə qoyan buzlardandır. Bunlar xoşuma gəldi, qəşəngdir. Qiyməti də münasibdir məncə. 4 manat, bunlar 2 manat. Buzlar deyil. Gəlib dəsti. Nə bilim. Buz deyil. Nurayın doğum günü olacaq. Onun üçün bazarlıq elədim biraz. Tort hazırlayacağıq. Yəqin ki, evdə olmarıq, amma axşam tort hazırlayacağıq. Deməli, həmişəki kimi mənə görə ən dadlı qaymaq. Sonra belə bir şarlar götürdük. Qiyməti 3.80-ə. Bilmirəm, içindən 5 dənədir, səhv eləmirəmsən. Bu suyu uşaqlar götürüblər. Həm də belə bir qab götürdüm. Bunu balığımız üçün götürmüşəm. İstəyirəm balığımız üçün də balaca bir nəsə hazırlayım. Rənglər götürdüm. Belə. Kromaya aid nə tapdımsa götürdüm. Belə bir salfet, 1 manat 50 qəpik.
Çaşqalarını tapa bilmədim, yox idi. 7 yaşı olacaq, inşallah tamam olur. Və dolgular. Şokolad pralin bu boydasına 3,87 vermişik. Bir də malina 4,58-də bu. Belə konfetlər də aldım tortun üstünə qoymağa. Ümumilikdə isə çıxdı bizdən 32 manat. Bir də şəkillər çıxartmışam. Onu da göstəreyim. Şəkillər yaxdan çıxmışdı. Bu tortu üçün belə bir şəkil. Bunları kəsib yapışdıracağıq. Bu isə paylama konfetlər üçün belə. Bunların biri 2 manatdır. Bu vərək isə 1 manat 50 qəpik. Bunlara da elə 5,50 verdik də belə. Hamısı birlikdə tutdu 32 manat. Bir də orada yol üstü araza döndüm. Belə bir qab gördüm. Xoşuma gəldi. Əslində su üçün girmişdi. Belə qab gördüm. Xoşuma gəldi. Münasib. 2,30 idi səhv eləmirəmsə. İkisinə 5 manat 20 qəpik verdi. Nə qədər verdi? Kesin olmalı içində. 5,31 vermişik. 2,63 idi. 5 manat 31 qəpik pul vermişik. Burada mənim belə qablarım yox idi. Elə gördüm, ölçüsü falan xoşuma gəldi. Nəsə kimi qoy götürüm. 2 dənə də bu qabdan götürdüm. Bunu da açın mı? Nurayın doğum gününə görə konfetlər hazırlayacağım paylamaq üçün. Ona görə belə bir getdim, konfet aldım. Bunlara ümumilikdə 20 dənədir burada. Hərəsi fərqli almışam. Amma sonra peşman oldum. Dedim gərək eyni alardım. Uşaqlar dalaşacaq. Burada 20 dənədir və 6 manat pul verdim bunlara. İndi birlikdə yığarıq, paylaşacağım son vəziyyətində. Belə. Bir də ki, elə oradan marketi də dönmüşdüm. Belə bir çay aldım. Atma çay və kraska. 6-1. Qızlar dedi ki, sənə yaraşar bu rəng. Dedim, qoy yoxlayayım. Heç almamışam, yoxlayacağım. Və başladım uşağın konfetlərini hazırlamağa. Düzdür, tez hazırladım, amma olsun, əlimdən çıxsın. Sizi bilmirəm, mən çox sevirəm belə şeyləri özüm hazırlayanda. Həzz alıram, dincəlirəm, əsəblərim sakitləşir. Əslində belə konfetləri hazırlamaq çox da çətin deyil. Sadəcə biraz yolunu bilmək lazımdır. Mən də bacardığım qədər sizə göstərməyə çalışdım. İnanın ki, bunları evdə özünüz hazırlasaz sizə daha çox sərf eləyəcək. Bilmirəm demişəm yoxsa deməmişəm. Mən belə kartlarda uşaqların adlarının yazılmasını xoşlamıram. Uşaqlarımı sevdiyim qədər adlarını da sevirəm. İstəmirəm ki, konfetini qoparsınlar və həmin o kağızı yerə atsınlar, zibil qabına atsınlar. Belə görüntünü xoşlamıram. Hətta bizə konfet də verəndə hər hansısa bir uşağın adı da yazılanda orada. İnanın ki, mən o kağızı tullayanda o qədər belə vicdan əzabı ilə tullayıram o kağızı zibil qabıya. Yəni ümumiyyətlə də belə adlı kağızları xoşlamıram. Bir adlı kağızlardır, bir də şəkilli tortlar, konfetlərdir. O şəkilli tortlarda da uşaqların şəkillərini vururlar torta, sonra da onu kəsib doğrayırlar. Hərəsi bir tərəfini yeyir. İnanın mənə pis təsir edir, bilmirəm niyə. Mən belə şeyləri götürə bilmirəm də. Uşağın şəklini kəsməkdir, adını tullamaqdır. Belə şeylərə mən biraz yaxşı baxmıram. Təbii ki, bu mənim öz şəxsi fikrimdir. Ola bilsin ki, gələcəkdə uşaqlar böyüsünlər, öz şəkillərini istəsinlər, tortlarında adlarını istəsinlər və mən buna əlbəttə ki, qarşı çıxmayacağam. Hələ ki, mən idarə edə bilirəm. Mən onların başını aldadım mı deyim, başını qata bilirəm. Ona görə də mən özüm öz xoşluğumla eləmirəm belə bir şeyi. Gələcəkdə özləri istəsələr, təbii ki, eləyəcəm. Mən bu kartlar üçün balaca düzbucaqlı bir konfet nəzərdə tutmuşdum, görmüşdüm də, ona uyğun bu kağızları çıxartdırmışdım. Ancaq markete gedəndə Nuray bu konfetləri gördü və dostlarına bunları paylamaq istədi. Əslində istədim almayım, sonra dedim uşağın ad günüdür, qoy eybi yox alaq. Uşağın da könlüncə olsun. İnan o qədər sevindi ki, hətta hazırlayanda da elə yanımda oturmuşdu, baxırdı. Bunu falan kəsə verəcəm, bunu bəhmən kəsə verəcəm. Öz konfetlərini bölüşdürür.
görürdü. Sizcə bizim konfetlərimiz necə alındı? Bəyəndinizmi bu fikri? Sizin üçün nə qədər faydalı oldu, yoxsa olmadı? Fikirlərinizi mənə yazın, bildirin. Mənə də maraqlıdır. Bir də bilmək istəyirəm ki, sizdə uşaqların doğum günü olanda siz necə keçirdirsiniz? Uşağın istədiyi kimi keçirdirsiniz ad gününü, yoxsa öz istədiyiniz kimi? Mənimkilər hələ balacadılar, amma buna baxmayaraq maksimum çalışıram ki, doğum günlərini onların istədikləri kimi keçirdək. Demək olar ki, 50-50 olur. Düzdür, uşaqdılar. Məsələn, Ayaz uşaqdır, nə istədiyini hələ tam bilmir. Amma Nuray nisbətən böyükdür deyə artıq fikirləri oturuşub, nə istədiyini bilir, fikirlərini düzgün ifadə eləyə bilir. Bu da konfetlərimizin son halı. Alttan tut ya. Şunun ortasını alttan tut. Nurayın ad gününə görə fotosesiyaya gətirdik. Burada çəkdik dekorda. Qəşəng idi. Bir dedim gətirmişkən məktəb çəkilişində idək. Biz biraz tezə yerik çəkilişi, məktəb çəkilişini. Çünki birazdan sıxlıq olur fotosesiya yerlərində. Dedim böyle gəlmişkən eləyə çıxsın aradan. Yoruldum o şey. Yoruldun Nuray? Az kaldı. Bir saat sağ olasın. Da dincəlir. Ani bir qərarla dedik ki, gedək uşağın doğum günü fotosesiyasını elətdirək. Demək olar ki, indiyə kimi ad günlərinin çoxunda aparmışam, fotosesiyalarını elətdirmişik, şəkillərini çəkmişik. İndi də o şəkillərinə baxanda çox sevinirlər. Deyirəm ki, nə yaxşı ki, biz o vaxtı getmişik. İndi də aparıb çəkdirdim. Biraz da böyüyəndə bu şəkillərinə baxsın, sevinsin. Bizdə Ayazın doğum günü dekabrdadır. Mən bir dəfə səhv elədim. Dekabrda getdim çəkilişə və peşman oldum. Yeni il çəkilişi ilə üst-üstə düşdü bizim çəkilişimiz və inanın ki, studiyada o qədər adam var idi, o qədər ailə var idi ki, hamı bir-birinə qarışmışdı. Dedim, bir də belə bir səhv eləməyəcəm. Ona görə Ayazı həmişə bir ay qabaqcadan aparıram çəkilişə. Elə burada da ağlıma gəldi ki, məktəb qabağı yenə studiyalar dolacaq, aləm dəyəcək bir-birinə. Biz tez eləyək çəkilişimizi aradan çıxardıq. Bugün sizinlə mətbəximdə salamlaşdım, elə mətbəximdə də sağollaşmaq istəyirəm. Ümidvaram ki, vloqumdan sıxılmadınız, darıxmadınız, sizin üçün maraqlı oldu. Bu dəfəlik bu qədər. Allaha əmanət olun, sağ olun.